Əgər ayın 3-ü, 30-u, 12-si, 21-i və ya dekabr-mart aylarında doğulmusansa, yaxud da sənin numeroloji doğum xəritəndə əsas pozisiyalarda 3 enerjisi varsa, bu o deməkdir ki, sən çox parlaq, yaradıcı, pozitiv bir insansan. Üçlər əsasən səhnə üçün doğulublar. Onlar daxilən bir ulduz enerjisi daşıyıblar. Ən yaxşı blogerlər, influencerlər, musiqiçilər, məşhurlar, televiziya aparıcılar üç enerjisini daşıyan insanlardır. Üstəlik üçlər ailəyə də çox önəm verirlər. Onlar üçün evlilik, uşaq, böyük ailəyə sahib olmaq çox vacibdir. Yəni həm yaradıcı, həm də ailəcanlı insanlardır. Lakin bütün bunların əksinə öz enerjilərinin negativini yaşadıqda isə onlar səhnədə olmaq, kamera önündə olmaqdan çəkinirlər, qorxurlar. Halbuki bu onların ən güclü tərəfidir. Səhnə, kamera, tamaşaçılar, izləyicilər onun ən güclü, ən parlaq yönüdür. Görəsən siz öz enerjilərinizin pozitivini mi yaşayırsınız, yoxsa negativini mi?